Bugün bizim qan yaddaşımızdır və əbədi əzəli torpaqlarımıza qovuşmağımıza baxmayaraq bu tarixi illər, əsrlər keçsə də heç zaman unutmayacağıq və məktəblərdə də eyni zamanda Xocalı ilə bağlı sinif daxili tədbirlər həyata keçirilir. Və hazırda Jalə canlı bağlantıdadır. O bizə bax bu haqda məlumat verəcək. Salam Jalə, söz səndədir. Buyur Jalə, efirdəsən. Bəli, hər birinizi salamlayıram. Azərbaycan tarixinin ən qanlı səhifələrindən birini anırıq bugün. Xocalı faciəsindən 34 il ötür. Amma o gecənin ağrısı nə zamanla azalır, nə də yaddaşlardan silinir. Məsələ bu səbəbdən də hər il fevralın 26-sında bütün təhsil müəssisələrində ilk dərs Xocalı soyqırımına həsr olunur. Və elə biz də paytaxt məktəblərindən birində 20 nömrəli məktəb-lisey kompleksindəyik. Sinif otaqlarından birinə yaxınlaşacağıq və dərsin təfərrüatı ilə məlumatları sizə çatdırmağa çalışacağıq. Yaxınlaşaq elə sinif otaqlarından birinə. Salam müəllimə, sabahınız xeyir olsun. İcazənizlə dərsi qısa bir müddətdə bölmək istərdik, olar? Təşəkkür edirəm. İlk olaraq özünüzü təqdim edərdiniz. Tarix müəllimi Könül Bağırova. Təşəkkür edirəm. Bugünkü Xocalıya həsr olunmuş dərsin gedişatı ilə bağlı təfərrüatları sizdən eşidək. Çox sağ olun. 92-ci il 26 fevral Xocalı soyqırımı barədə şagirdlərimizi məlumatlandırdıq və Xocalı təkcə bir şəhərin deyil, bütün bir millətin yaddaşına yazılan çox ağır bir faciədir və şagirdlərimizə bunları öyrədərək, onları bu faciənin dərinliklərini öyrədərək, onların gələcək yaddaşlarına yazırıq və bugün biz xoşbəxtik. Xoşbəxtik ki, Xocalı azaddır. Müzəffər Ali Baş Komandanın komandanlığı və müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Xocalı şəhərimiz azad edilib. 2023-cü il antiterror əməliyyatları nəticəsində 2023-cü il 15 oktyabr tarixində Xocalımızda üçrəngli bayrağımız sancılıb. Bu üçrəngli bayrağımız şəhidlərimizin ruhuna ehtiram, millətimizin qəlbinə təsəllidir. Bugün biz bu hadisəni şagirdlərimizə öyrədərək, onların da gələcək nəsillərə çatdırmağına zəmanət yaradırıq. Təşəkkür edirəm ətraflı məlumatlarınız üçün. İcazənizlə şagirdlərdən birinə yaxınlaşmaq istəyərəm. Yaxınlaşaq sizə, hər vaxtınız xeyir olsun. Xocalı deyiləndə bir şagird kimi ağlınıza ilk nə gəlir? Ən ağır faciələrimizdən biri olaraq yadda qalan 26 fevral 1992-ci il hər zaman ağlımıza gəlir. Xocalı faciəsindən 34 il ötür və biz qanlı yaddaşımızı heç zaman unutmarıq. Təşəkkür edirəm ətraflı məlumatlarınız üçün. Bəli, bu sadəcə bir tarix dərsi deyildi, həm də vətən sevgisini şagirdlərə aşılayan bir dərs idi. Bizim isə bu saata buradan çatdırmaq istədiyimiz məlumatlar bundan ibarət idi. Buyurun, söz yenidən sizdədir. Təşəkkür edirik Jalə, çox sağ ol.